Salam dostlar. Bu gün mən sizinlə bunu paylaşmağı özümə borc bildim. Çünki mən bura təzə gələndə, yəni bu evə təzə köçəndə bunu sınamışdım və bunun necə gözəl bir şey olduğunu yoxlamışdım. Qoz qabıqlarını atmırıq. Onlar yodla çox zəngindir. Onlardan istifadə edəcəm. Saç üçün sizin də əgər həyat yanı sahənizdə qoz yetişirsə və yaxud da kimdəsə yaxınlığınızda elə bir adam varmı ki, onda qoz yetirsin onun həyətində, ondan siz də belə bir formada istifadə edə bilərsiniz. Qozları yığırıq, təmizləyirik. Onun ayrıca ona bir gün saxlayırıq suda. Sonra suyunu boşaldıb qaynamağa qoyacaq. Onun necə əhəmiyyəti var saç üçün? Ümumiyyətlə, nəinki saç, göbələk əleyhinə gözəl nəticələr əldə etmək istəyirsinizsə, bu çox yararlıdır. Şəxsən mən özüm heç kimdən bunu öyrənməmişəm. Özüm belə bir eksperiment apardım. Həqiqətən də bunun bir nəticəsi olduğunu, faydası olduğunu qərarına gəldim. Deməli, hazır qablarda, sprey qablar olur. Süzülmüş formasını, qaynamış süzülmüş formasını onlara yığırsınız. Hər gün səhər və axşam, həftədə 2 dəfə olmaqla səhər axşam istifadə edə bilərsiniz. Bunu yumağa, sonra saçı yumağa ehtiyac yoxdur. Yenidən saçlar çıxmağa başlayır, yenidən saç inkişaf etməyə başlayır, saç möhkəmlənir, dibində kəpəklər azalmağa başlayır, saç dibindəki göbələkləri məhv edir. Beləliklə saç daha təbii yolla inkişaf etməyə başlayır. Sizə də tövsiyəm bu cür təbii yollarla sağlamlığınızı bərpa etməyinizdir. Həm də ki, təbiətdə yetişən hər şey Allahın bizə bir lütfüdür. Ona görə də onları dəyərləndirmək lazımdır. Qozun özündən, özünüz bilirsiniz də necə faydalı bir bitkidir. Belə buğday yığıram, tam süzürəm çəkik suyunu. Sonra yenidən doldurub qoyacağım ocaqda pişəcək. Sonra biberiyə tükdüründə rozmarin bitkisini ondan da istifadə edəcəm. O da saç üçün çox gözəl nəticələr verən bir bitkidir. Çox faydalıdır. Ondan da istifadə edirəm. Qaynara düşdükdən sonra mixəyi və darçın çubuqlarını əlavə edirəm içliyə və bu da son. Çox mükəmməl. Üzərinə fikir versəz, onun necə yağlı olduğunu görə bilərsiniz. Bundan hər kəs istifadə edə bilər. Baxdığınız üçün təşəkkür edirəm.